Sen içeride okuyorsun sen de. Tel kayalarda yeğneme çarsan. Böyle dikkat edin bak. Kaydıyla. Aya kayalarda yeğneme çarsan. Kalkın taşı öten. Çeyliye balay öten, çeyliye balay öten, çeyliye sona öten, çeyli. Hünnede cazibeliye beste çarsan. Aya cazibeli beste şarsan. Gül çiçeğde yiter. Çeyliye bala öter. Avala bala meyter. Çeyliye yiter. Çeyli. Kayalarda nağme çarsan. Qaqqıldaşıb ötən şeydir. Cazibeli bəstə çarsan, gül çiçəkdə itən şeydir. Ayaqına köysü xallı. Dili şirin, ləbi ballı, işi gücü qili qallı. Səksəkanı yatan şeydir. Aya diye uzaklaştım ey beresinden. Aya uzaklaştım ey beresinden. Ay muzaffer ey küsmez, senden ey küsmez, senden ey küsmez, senden oğlum küsmez, senden. Ay vəhşiləri neyləsinlər. Ələ vəhşiləri neyləsinlər. Dərdə qəmə batan. Çəyliyi batan, çəyliyi batan, çəyliyə bala batan, çəyliyi. Ay maralıyım o ceylanım. Buna yedəkleme deyərlər. Bunu yani açıq havacatın axırında oxumasın. Yani hələ təşmil dəyə də bilmirdi. Yani hər nəyin bir sərnuqda, virgül olsada axırda bir sərxət oxuyursunuz. Bir nüqta qoyursunuz. Yani bu yedəkleme yani aşığın oxumağın axırının nüqtəsidir. Öpürəm, eşq olsun Əbülfəz oğluma. Sən, mən demişəm açıq olacaq, sağ edəcəksən. Deyim də, Farsistanda biraz çətin oldu sizin üçün. Öpürəm, eşq olsun.